Mingəçevirdə əhalinin 51,8%-ni qadınlar təşkil edir. Onlardan 80 nəfəri rəhbər vəzifədə çalışır. Cari ilin bugününə kimi isə şəhərdə 8 boşanma halı qeydə alınıb. Bu fikirlər Mingəçevirdə keçirilən konfransda səsləndirilib. Həmçinin konfransda bu il iyulun 14-də Azərbaycan qadınlarının 4-cü qurultayına nümayəndələr də seçilir. Bu ilin iyulun 14-də Azərbaycan qadınlarının 4-cü qurultayı keçiriləcək. Bu məqsədlə Respublikanın bütün rayonlarında qurultay qabağı konfranslar təşkil olunur və qurultayda iştirak etmək üçün fəal qadınlar seçilir. Növbəti belə bir tədbir Mingəçevirdə baş tutub. 18 fəal qadın seçilib. Tədbirə qatılan şəhər rəhbərliyi, həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək dövlət-qadın münasibətlərindən danışıblar. Onlar dövlət quruculuğunun müxtəlif səhnələrində qadınların daimi rolundan bəhs ediblər. Artıq 20-sindən kampaniya başlayıb Kürdəmir, Yevlax və bugün biz Mingəçevirdəyik. İndi buradan sonra mən Kəlbəcər rayonunda keçirilən konferansda gedib iştirak eləyəcəm. Azərbaycanda qadınlarımız dövlətin idarə olunmasında, qərar qəbul etməsində və ümumiyyətcə bu istiqamətdə olan problemlərin həllində o fədakarlıqla və böyük təşəbbüslə öz ideyalarını ortalığa qoyurlar və Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsindən birgə əməkdaşlıq edirlər. Konfransda qeyd edilib ki, Mingəçevirdə əhalinin 51,8%-ni qadınlar təşkil edib. Onlardan 80 nəfəri rəhbər vəzifədə çalışır. O da bildirilib ki, 18 alim qadın şəhərin müxtəlif təhsil müəssisələrində fəaliyyət göstərir. Fəallar da çıxış edərək şəhərdə aparılan quruculuq və abadlıq işlərində qadınların yaxından iştirak etdiyini bildiriblər. Çıxışlarda problemlərə də toxunulub. Mingəçevir şəhərinin qeydiyyat şöbəsinin müdürü Sevinç Hüseynova deyib ki, cari ilin bugünə kimi şəhərdə 8 boşanma halı qeydə alınıb. Bu cür halların baş verməməsi üçün vaxtaşırı olaraq maarifləndirici tədbirlər keçildiyini də diqqətə çatdırıb. Tədbir müzakirələr ətrafında davam edib. Elnarə İbrahimova, Nigar Mustafayeva, Xəyyam Rəsulov, LTV Mingəçevir.